Bu gün daha bir qrup gənc tərəfindən Azərbaycan Xalq Cəbhəsinin Partiyasının sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçirilib. Əli Kərimli və onun havadarları, açın qulağınızı eşidin. Bizim artıq istədiyiniz sabotajlar həyata keçməyəcəkdir. Aksiyada gənclər Əli Kərimlinin sosial şəbəkədə anti-Azərbaycan fikirlərini, etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər. Gənclər Əli Kərimli sənin məqsədin erməninin məqsədilə eynidir, liderini satan, dövlətində satar, pərdə arxasına gizlənmə, oğlun fəralik edir, xainin vətəni olmur, vətəndaşlıqdan çıx, liderinə xəyanət edən Əli Kərimli erməniyə də satılar kimi şüarlar səsləndiriblər. Bizlərin bugün bura toplaşmasında məqsəd Azərbaycanın bu cür tarixinə yazılan şanlı səhifələr zamanı Azərbaycan bir qarış torpağı üçün bu qədər qanlar tökür, şəhidlər verdiyi bir dönəmdə Azərbaycanın dırnaqçı siyasi liderinin ermənilərin əlindən tutacaq fikirlərin ifadə olunmasıdır. Və biz gənclik olaraq sosial şəbəkələrdə ona münasibət bildirdikdə isə həmin gənclər bloka salınır. Demokratiyanın carçısı olan bir insanın bu cür demokratiyadan kənar hərəkət etməsi həqiqətən də bizdə böyük suallar da olur. Azərbaycan dövlətinin, Azərbaycan xalqının vahid birliyinin doğan uğurlarımızı pozan qüvvələrə konkret olaraq etirazımızdır və rədd ol Azərbaycandan deyirik. Biz Azərbaycan gəncləri olaraq hər zaman cənab prezidentin ətrafında sıx birləşmişik və bu gün də buradayıq. Əli Kərimli kimlərinin bu son günlər cəbhədə baş verən hadisələrə öz münasibətlərini belə necə deyək, nalayiq şəkildə bildirməsi biz gənclər üçün həqiqətən pis təsir edir. Aksiya zamanı kiçik bir insident də yaşanıb. Belə ki, müxalifət gəncləri aksiya iştirakçılarını təhqir edərək onları tüpürcəkləyib. Polisin müdaxiləsindən sonra insident aradan qaldırılıb və dinc aksiya dağıdılıb. Ceyhun Rasimoğlu, Cəhər Rəcəbli, Səs TV.